günləri mən sizlərə Shein-dən şokolad məhsullarını necə sifariş edə bilərik, bunun haqqında məlumat verəcəm. Bilirəm ki, çoxlarınız araşdırıb axtarırdınız ki, Shein-dən şokolad məhsullarını necə gətizdirə bilərik. Bildiyimiz kimi hal-hazırda birbaşa sifariş mövcud deyil Shein-dən. Biz nə edəcəyik? Amerikadakı kargo şirkəti vasitəsilə oradakı ünvanımıza Shein-dən şokolad məhsullarını sifariş verəcəyik həmin ünvana və oradan da Azərbaycana gələcək. Mütləq və mütləq videonu başdan sona kimi izləyin ki, qaçıracağınız hər hansı bir detal olmasın və problem yaşamayasınız. Dəyərli izləyicilər, son olaraq aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumat olmayan dostunuz, tanışınız, padruqanız, yaxınınız varsa, bu mövzunu əgər o da araşdırırsa, elə aşağıdan videonun linkini kopyalayıb onunla da bölüşməyi unutmayın. İndi isə heç vaxt itirmədən keçək videoya. Deməli, dəyərli izləyicilər, Shein-dən sifariş etmək üçün, yəni Shein-dən şokolad məhsullarını almaq üçün nə etmək lazımdır? Bu video vasitəsilə siz öyrənəcəksiniz. İlk öncə App Store və yaxud da Play Store internet mağazasından Shein proqramını yükləyirik. Yüklədikdən sonra indi mən daxil olmaq məqsədi ilə burada həmin Shein proqramı tapdım və daxil oluram. Daxil olduqdan sonra burada sizdən qeydiyyat və sair kimi şeylər tələb eləyəcək. Onları göstərmək məqsədi ilə mən sign out deyirəm, yəni sistemdən çıxıram və yes deyirəm. Daxil olduqdan sonra me bölməsinə gəlirsiniz. Yuxarıda sign in register var. Buna bir dəfə klik etdikdən sonra məndə add account kimi çıxır, sizdə belə çıxacaq. Burada App Store, ondan sonra Google və Facebook-dan daxil ola bilərsiniz. Əlavə olaraq e-mail, phone number bölməsi də burada mövcuddur. Bunlarla da daxil ola bilərsiniz. İlk öncə daxil olmaq üçün hər hansı bir giriş vasitəsindən istifadə edəcəm. Mən burada iCloud-la daxil olmağı seçirəm. Daxil olduqdan sonra səhifəmiz açılır. İlk öncə edəcəyimiz şey sağ tərəfdə ayarlar bölməsinə yuxarıda bir dəfə klik edirik. Daha sonra location bölməsini burada sizdə Azərbaycandırsa əgər United States dəyişirsiniz. United States yazarkən görəcəksiniz ki, elə burada çıxdı. Bunu seçdikdən sonra aşağıda language bölməsi var. Language bölməsinə burada toxunmursunuz. Regionu ingilis, yəni Amerikaya çevirdiyiniz zaman burada avtomatik default ingilis dili seçilir. Yəni türk və Azərbaycan dili axtarmayın. Burada currency, yəni valyutaya isə burada elə bizə USD sərf eləyirdi. USD-ni seçim edirik. Daha sonra geri qayıdırıq. Və indi deyə bilərsiniz ki, şokolad məhsullarını necə əldə edək? Axtarış bölməsinə mən indi şokolad yazacağam. Şokolad yazdığım zaman şokoladın bütün məhsulları çıxdı və istəsəm burada şokoladın mağazası da var, hansı ki buna da daxil ola bilərəm. Daxil olduğum zaman burada məsələn lips, pomada, ondan sonra gözəllik alətləri və yaxud da ki burada ten var. Ondan sonra nə bilim bir sıra qadınlara, xanımlara aid burada make-up məhsulları mövcuddur. İstədiyiniz məhsulları seçib burada aşağıdan rənglərini falan seçim etdikdən sonra siz aşağıda səbətə əlavə edəcəksiniz. Səbətə əlavə etdikdən sonra atıram bu məhsulu almaq istəyirəmsə əgər, bu göz karandaşıdır səhv etmirəmsə. Daha sonra yuxarıda gördüyünüz kimi 4 yazılıb səbət işarəsi var. Məndə indi ola bilər başqa məhsullar da var, onun üçün belə qalıb. Məsələn, burada hansı məhsulları alacağamsa da əgər, məsələn, şokolad üzərindən göstərəcəyik indi biz. Bunları delete edirəm. Daha sonra aşağıda checkout bölməsi var. Checkout bölməsinə klik etdikdən sonra burada bizim ümumi total məbləğimiz qeyd olunubdur və mənə $6.70 gəlir bu məhsulun çatdırılması. Bu çatdırılma sizin Amerika daxili ödəyəcəyiniz kargonun puludur. Nəzərinizə çatdırım ki, burada əlavə biz kargo şirkəti qeyd etdiyimiz zaman o nəzərə alınmır. Onun qiyməti ayrıca olacaqdır. Məndə gördüyünüz kimi 3.99 və 3.99 toplam $6.70 bizim çatdırma pulumuz olacaq. Deyə bilərsiniz ki, bəs necə edək ki, bizdə çatdırma ödənişsiz olsun? Mən indi geri qayıdıb onun da yolunu öyrədəcəm. Əlavə pul ödəmək istəmirsinizsə də, tanışınız, padruqalarınız varsa əgər ətrafınızda şokoladdan məhsul almaq istəyən, həmin onların da sifarişlərini götürüb, öz sifarişlərinizi də götürüb, total bildiyim qədərilə $30 olmalıdır. Amma bunu yoxlamaq məqsədi ilə sizinlə birlikdə bura bir sıra şokolad məhsullarını əlavə edəcəm ki, bunun birlikdə şahidi olaq. Məsələn, 4 dənə bundan seçdim. Məbləğin böyük olması üçün bunları belə çox seçirəm ki, bilinsin. Gördüyünüz kimi artıq bizim məhsullarımız free shipping statusuna düşdü. Səbəbi isə odur ki, yəni dediyim kimi $30 keçmək lazımdır. Baxın, indi məsələn buradan da bir dənəsini azaltdım. $33. Məsələn $2.75. Bunu delete eləsəm $30.94. Baxın,
30 dollar minimum sizin sifarişiniz olmalıdır ki, sizin Amerika daxili çatdırılmanız ödənişsiz olsun. 30 dollarımız da hardasa 50 manat civarıdır, 51 manat belə bir şeydir. Çox da böyük bir məbləğ deyil. Dediyim kimi nəzərə alsaq ki, dostlarınız da nəsə bir sifariş etsə və yaxud da elə özünüz də 50 manatlıq bir çoxlu make-up məhsulları almaq istəyirsinizsə də, yəni Shein-dən bu sizə sərf edəcək. Yəni atıram 3 dollarlıq bir şey sifariş etsəz, yəni sərf etməz də, belə deyək. Həm orada çatdırma pulu, həm ondan sonra gətirən daşıyıcı şirkətə ödəyəcəyiniz pul. Yəni burada bunları nəzərə alsaq sərf etməz. Ona görə məsləhətim sizin minimum 30 dollar etməyinizdir. Söhbəti uzatmadan check-out vururam və check-out vurduğum zaman yuxarıda məndə adres qeyd olunub və bu adresi mən buradan siləcəm. Bir dəqiqə edit vurum. Edit vurduqdan sonra burada silmək mövcud olmalı idi, amma yoxdur. Eybi yoxdur, heç bir problem də yoxdur. Aha, sifariş etmək üçün yuxarıda biz adresimizə bir dəfə daxil oluruq. Add a shipping address yazıram və sizlərə əsasən bu videonu bilirəm ki, xanımlar izləyir. Dəyərli xanımlar, belə deyək, sizi nəzərə alıb maksimum dərəcədə istəyirəm ki, rasxodunuz az olsun. Yəni xərclərinizi azaltmaq məqsədi ilə hal-hazırda ən ucuz kargodan istifadə edərək biz Şeqlamla məhsulları alacağıq və əlavə olaraq da bayaq qeyd elədim, minimum 30 dollar eləyin ki, sərf eləsin. Biz daha sonra postkargo tətbiqini yükləməliyik. Postkargo tətbiqini yükləyib qeydiyyatdan keçməlisiniz orada mobil nömrə və yaxud da ki, e-mail vasitəsilə bütün məlumatlarınızı doldurduqdan sonra postkargoya daxil olacaqsınız. Çox rahatdır. Daha sonra burada aşağıda, daha doğrusu girən kimi elə burada xarici ünvana daxil olursunuz. Burada ABŞ bölməsinə keçid eləyirsiniz. Bizim bütün xarici anbar məlumatlarımız qeyd olunub. Burada first name yerinə Ali, last name yerinə Qasimzadə, phone number bölməsinə isə burada olan bizim phone number'ı kopyalayıb gəlib buraya yapışdırıram. Aha, bizə lazım olan odur ki, burada +1-i silirik. Daha sonra mötərizələri silirik. Və bunları sildikdən sonra artıq bizim mobil nömrəmiz düzəlir. Adres line 1 bölməsinə burada olan adres line 1-i kopyalayıb yapışdıracağam. Adres line 2 bölməsinə isə bir dəqiqə. Adres line 2 bölməsinə isə deməli biz yapışdıracağıq nəyi? Burada 1-i tam yazmadım. Nəsə səhvlik oldu. Aha. Düzdür. Adres line 2-ni də kopyaladım. Gəldim, yapışdırdım bura. State Province bölməsinə biz Delaware ştatını seçməliyik. Bəlim dəyib seçmişəm deyəsən burada Delaware ştatını seçirəm. City bölməsinə isə Newcastle seçirəm. Aha, bayaq mən yazmışam deyə bunlar hamısı burada şablon çıxır. Dostlar, bunları doldurduqdan sonra baxın. Bütün məlumatları yoxlayırıq ki, biz doldurduq. Daha sonra save bölməsinə bir dəfə klik edirik və bizim artıq xarici anbar məlumatlarımız qeyd olunub. Burada aşağıda biz kartla ödəniş də edə bilərik, Apple Pay ilə də ödəyə bilərsiniz, fərqi yox. Kart məlumatlarınızı bura daxil etdikdən sonra Please Order bölməsinə klik edəcəyik. Nəzərinizə çatdırım ki, sifariş etməmişdən öncə bütün məlumatları burada oxuyun. Əlavə burada hər hansı bir məlumatlar varsa onları burada oxuya da bilərsiniz və bir məlumatları nəzərinizə çatdırım ki, nəsə sifariş etməmişdən öncə məsələn müəyyən məhsullar var ki, onları kargo şirkəti ilə danışıb dəqiqləşdirsəz yaxşı olar. Çünki bəzən burada elə bir məhsullar olur ki, məsələn daşınması qadağan olunan bir məhsul olur və s. Çox vaxt ətirləri falan gətirmirlər. Ona görə demək istəyirəm ki, nəyisə sifariş etməmişdən öncə, yəni mütləq ki, məsələn Expargo ilə zakaz verəcəksinizsə, Expargo ilə əlaqə saxlayın. Postkargo ilə sifariş verəcəksinizsə, məsələn burada 820-yə zəng edib bir kəlmə soruşa bilərsiniz ki, mən bu məhsulu atıram Şeqlamdan, Shein-dən Amerikaya sifariş etmək istəyirəm. Məhsul gələcəkmi ya yox? Bu kimi məlumatları siz əldə eləyə bilərsiniz. Bu qədər inanıram ki, qaranlıq qalan bir məqam qalmadı. Əlavə olaraq bəyannamə və ondan sonra faktura əlavə etmək bölməsi məsələlərini isə növbəti videolarda görə bilərsiniz. Bunları qaçırmamaq üçün mütləq kanalımıza abunə olun. Və dəyərli izləyicilər, daha bir videonun sonuna gəldik çatdıq. İnanıram ki, hər biriniz üçün faydalı bir video olmuşdur. Aşağıdan hələ də kanalıma abunə değilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı, videonu bəyənməyi və bu haqda məlumat olmayan dostlarınızdan videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşə bilərsiniz. Və gələcək videolarda görüşəndədək özünüzə yaxşı baxın. Hələlik. Fearless.